Salam dostlar, hər vaxtınız xeyir olsun. Hamınızı salamlayıram. Bu günlərim 9 iyun 2025-ci ildir. Yeri gəlmişkən hamımızın Qurban Bayramınız mübarək olsun. Allah qurbanlarınızı qəbul eləsin. İnşallah bu günlərim yeni videomuz gəlir. Ekonomda taksi işləyəcəm. Sırf ekonom və çatdırılmada. Görək nə sifarişlər olur, nələr olacaq. Şimdi birinci sifarişim geldi. Deməli saat 12'ye işləyib 20 dəqiqə. Birinci sifarişim geldi. Gedirəm müştərini götürüm. Neftçilərə gedir Qaraçuxurdan 80 kilometrə. Əlavə olaraq hamısını bir-bir qeyd eləyəcəm. Yəni sıqın eləyib gedişatın qiymətini, neçə kilometr olacaq, nə qədər vaxta satacağım. Hamısı yəni orada sıqın olunacaq, ekranda görsənəcək. Kanala abunə olaq, kanalı paylaşaq, kanalı bəyənək, yeni videolar gəlsin. Yəni mən də maraqlı bizə nətər, yəni mənə də xoş olsun da belə deyək. Mən də həvəslənib. Ay yoldaşlar, deməli Allahın köməkliyi ilə birinci sifarişimi yerinə yetirdim. Qaraçuxurdan bayaq dediyim kimi neftçilərə gəldi. Nəqd ediş idi, 3 manat 50 qəpik idi. Müştəri sağ olsun 4 manat verdi. Bir də onu deyim ki, bayaqlarım müştəri indi Qaraçuxurdan sifariş verən. Neftçilər 80 kilometrin yəni quruqa verib də sifarişi. Yolda minəndə dedi ki, qardaş, olar mən biraz yuxarı tərəfə gedəcəm. Bəs şey eləmək dedim, amma problem yoxdur, ona söz. Yəni dediyim odur ki, bu bəzi taksi sürücüləri var. Yəni sözüm o yaxşılardan uzaqda. Bəzi taksi sürücüləri var. Minirsən, mənim özüm də yəni taksidən istifadə edəndə olub da, indi insanıq, qonaq gedirsən, ya nə bilim nə, indi ünvanını dəqiq bilmirsən. Deyirsən ki, bəs bu tərəf olar. İndi mən neftçilərin quruqu hara? Bu bilənlər bilir. 80 kilometrin bu bazarın yuxarısı, 210 nömrəli məktəbin yanı tərəfi, buralar hara, məsələn də belə deyək. Tamam ayrı-ayrı bir yerlərdə. Mən, amma bəzi taksi sürücüləri qayıdıb deyəcək, yox, nə danışsan, ora başqa yerdə, ora başqa yerdə, 1 manat əlavə pul verəsən, nə bilim, nə başa düşdün. Yəni, elə lazım deyil eləmək, müştərini iyrəndirmək lazım deyil. Gərək müştəri ilə gərək biraz münasibət, yəni ünsiyyəti yaxşı qurasan. Hamımız yəni Azərbaycanlıyıq, yəni hamımız insanı olur, hamı da olur. O müştərinin yerində sən də ola bilərsən, yəni səndə də ola bilər elə bir şey. Nəysə, indi başlayaq, görək başqa nə sifariş olacaq. Yeni bir dənə sifarişim gəldi, düz buradan bazarın yanından. Təxmini incəsə gedəcəyik, Babəkə. Yoldaşlar, getdim bu müştərini də düşürtdüm. Bazardan buraya incəsə. İndi bir dənə də sifariş verdi. Deməli, bu düz elə durduğum yerdən Azneft dairəsinə. Bu müştəridə deməli nəqd ediş idi, 3 manat 20 qəpik idi ödəniş. Yəni kompensasiyası var idi. 3 manat 20 qəpik idi, sağ olsun 4 manat verdi. İndi görək başqa nə olur. Onu deyim ki, yaman istidir. Yoldaşlar, deməli gətirdim, müştərini daha doğrusu apardım. Deməli Azneftin dairəsində düşürtdüm. Kompensasiya ilə bir yerdə 4 nə qədər idi? Kompensasiyasız 3 nə qədər? Sağ olsun 4 manat verdi. Elə müştərini düşürdən kimi orada bir dənə Levi sifarişi oldu. Bura bu Megafonun binasına. Onu da gətirdim. O da 4 manat verdi. Şimdi burada bir dənə yaxından sifariş verib gedirəm onu götürüm. Nargilə Rabosiyada, Nargilə kafeyə tərəf aparacam. 3 nə qədər yazıb. Çox ehtimal ki kompensasiya olacaq və 2 manat nə qədər yazılacaq, 3 verəcək də belə deyək, nə gedişdir. Hamısını sıqın eləyib ekranda paylaşıram, sizə baxın. Belə deyim də, bu Azneftin dairəsinə nəyə görə götürdüm? Bəzən ora mən bu vaxtlar götürmürəm, çünki ara günlər çox tıxac olur. Burası bu günlərin bayram günüdür deyə, ona görə yollar boş deyə götürdüm. Deməli, bu müştərini də gətirdim, düşürtdüm. Bu nargilənin quruquna. Buradan indi bir dənə yenə sifariş verdi. Nizami rayonu.
dəri zöhrəvi xəstəliyi yeri var, xəstəxana ora. İndi gedirəm o müştərini götürüm. Təxmini hardasa 1,5 kilometr, 1,3 kilometr məsafədədir. Bu müştəri deməli kompensasiya ilə idi. Kompensasiyasız 2,80 idi, sağ olsun 3 manat verdi. Baxın. Antikvar deyə antikvar. Bu müştərini də gətirdim, düşürtdüm. Bu Emerald'dır, nədir bu otel var. Əzböv körpüsünün Kuruqun yanı, Madonna'nın yanı. Gətirdim, bura düşürtdüm. Deməli 4 manat 20 qəpik idi. Sağ olsun 5 manat verdi. İndi bir dənə sifariş gəlib. Gedirəm onu götürüm. Deməli Dərnəgül tərəfə aparacağam təxmini olaraq. Burada həmişə belə tıxac olur. İstəyir bayram olsun, istəyir seyran olsun, nə olur olsun. Burada həmişə bu yol gəlib bura birləşir deyə. O yolda gedir, Kuruqa birləşir deyə. Ona görə həmişə burada problem olur. Əlavə onu da deyim ki, mən yəni yaxın sifarişlər, ancaq yaxın sifarişlər götürmürəm. Yəni nə verir onu götürürəm. İndi olur bəzən indi seçirəm ki, məsələn ya uzaqdan verir onu götürmürəm. Ya nə bilim xoşuma gəlməyən yer olmur. Məsələn də indi hərənin bir işləmə yolu var. Onu götürmürəm məsələn. Amma belə uzaq məsafələr də versə mən götürürəm. Yəni götürüb yerinə yetirirəm. Bu müştərini də gətirdim, düşürtdüm. Dərnəgüldə deməli Evrohomun arxasıda bu Bakmin metrosuna gedən yolda. İndi bir dənə də sifariş verib. Düzdür, biraz uzaqdan verib. 2 kilometr yarımdan. Sumqayıta. Çatdırılmadı. Gedim onu götürüm. Biraz da uzaq yol gedək. Bir də onu deyim ki, deməli gediş 3 manat 40 qəpik idi. Kompensasiyasız da belə deyək. Müştəri sağ olsun 4 manat verdi. Yoldaşlar, gətirdim bu müştərinin çatdırılmasını çatdırdım. Deməli 17 manat 80 qəpik idi kompensasiyasız. Müştəri sağ olsun 20 manat verdi, nəqd ödəniş idi. İndi sifariş gözləyirəm Sumqayıtdan. Çox ehtimal ekonomi söndürmüşəm, çatdırılma, bir də tubaku qeyd eləmişəm. Görək nə sifariş verəcək. Bayaq birini verdi, 9 manat neçə qəpik pirəküldür, nədir ora. Deyə də bilmədim. İndi gözləyə görək, başqa nə sifarişlər verir. Əziz izləyicilər, deməli Sumqayıtda abed elədim, dincəldim. Xətti açdım, deməli sifariş verdi. Novxanı Coradil tərəfə. Gedirəm indi sifarişi götürüm, aparım Novxanıya Coradilə.
Hə, əziz izləyicilər, gətirdim, müştərini düşürtdüm. Şora dillə. İndi bir dənə də sifariş verdi, çatdırılma avtovağzala. Çatdırılmanı verdi avtovağzala. Buradan təxmini hardasa bir 1 kilometr ara məsafəmiz var. İndi gedim o müştərini də götürüm, o da nəqd ödənişidir. Ha, bir də onu deyim ki, deməli nəqd ödəniş oldu. 7 manat 61 qəpik idi, nə idi, belə bir şeydi. Müştəri sağ olsun 8 manat verdi. Bax belə. İndi gedim o müştərini götürüm. Ay yoldaşlar, getdim çatdırılmanı da elədim. Deməli, nəqd gedişi idi, kompensasiyasız 6.40 idi. Kompensasiya ilə qiymət başqa idi. Müştəri sağ olsun 8 manat verdi. İndi baxaq görək başqa nə sifarişlər olur. Ay yoldaşlar, deməli gətirdim müştərini bu avtovağzalın yanından götürdüm. Elə demək olar avtovağzaldan götürdüm. Bura bu yuxarı Şamaxınkaya gətirdim. Kartla idi ödəniş 3 manat 80 qəpik. İndi baxaq görək başqa nə sifarişlər verir. Bayram günü olmağına baxmayaraq probka çoxalıb, maşın çoxalıb. Saat 17:17. Ay yoldaşlar, gətirdim müştərini yeni yasamala. Şamaxınkadan yeni yasamala. Ödəniş kartla idi 380. Görək buradan nə sifariş verəcək. Gətirdim, deməli birinci müştərini gətirdim yasamaldan, Bravo yandan. Crescent Mola kompensasiya ilə, kompensasiyasız belə deyək 5.70 idi. Müştəri 6 manat verdi sağ olsun. Bir dənə də Crescent Moldan bura gətirdim ərəblər. Bunlarda da nəqd ödəniş idi, 3 manat 80 qəpik idi. Yeni bir sifariş verdi qabaqdan, hardasa bir 400-500 metr qabaqdadır sifariş. Gedirəm o sifarişi götürüm, Bakı Kino Teatrına gedir. Aparım ora. Gəldim, çıxdım Bakı Kino Teatrının yanına. Deməli nəqd ödəniş idi, 4 manat 30 qəpik ödəniş oldu. Ay yoldaşlar, xətti bağlamışam, yəni çoxdan bağlamışam xətti. Burası biraz mağazaya girdim alışverişə, ona görə biraz gez video çəkəsi oldu. Bu günlük də bu qədər. İnşallah hamımızın Allah ruzumuzu yetirsin, ruzumuzu versin. Səbirli olun. Hər şey yaxşı olacaq. Özünüzə yaxşı baxın. Kanala abunə olaq, kanalı bəyənək, kanalı paylaşaq ki, yeni maraqlı videolar gəlsin. Sağ olun, özünüzə müğayət olun. Hamısını sıxın eləyib orada qeyd elədim. Benzin və yaxud da nə bilim nə